Mən bir şey də soruşacağam. Suallar qaldıraq deyək. Qaldı suallar. Mən nəyisə sordum. Çox maraqlı bir haldır. Danışın bu haqda. Danışın. Yaxşı danışmıram. Vaxta görə tərəddüd edirəm. Bilirəm, Yoxsa mənə bilirəm. maraqlıdır şəxsən. Beyinlə, sevgi ilə beyinlə əlaqəli bir duyğudur. Salam Qalib doktor, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Sizə də, tamaşaçılarımıza da stressdən uzaq, əsəbləri sakit bir həyat arzulayıram. Çox sağ olun. Biz istəyərdik əvvəlcə siz 3 sözlə özünüzü ifadə eləyəsiniz. Həkim, nevroloq. 2 sözlə ifadə edir. Çox sağ olun. Deməli, sualımıza ilk Parkinson xəstəliyi ilə başlamaq istəyərdik. Bu xəstəlik yalnız əllərin titrəməsindən ibarətdir? Yox, əllərin titrəməsi bu xəstəliyin əlamətlərindən biridir. Parkinson xəstəliyi beyində gedən kifayət qədər ciddi proseslərin nəticəsi zamanı əmələ gəlir. Bizim beynimizdə dopamin adlanan bir maddə var. Mən onun nə cür yaranmasını, onun funksiyalarını danışıb vaxtınızı almaq istəmirəm. Dopamin yaranır qara maddədə. Bu qara maddədəki neyronlar məhv olanda Parkinson xəstəliyi adlanan bir xəstəlik əmələ gəlir. Bu zaman nə olur? Bəli, əllər əsir. Özdə əllər bu şəkildə əsir. Elə bil xəstə pul sayır. Əlaməti də elədir. Pul sayır belə. İkincisi, belə xəstələr hərəkəti zəifləyir. Buna deyirlər bradikineziya. Hərəkətləri çox yavaş, ləng olur. Əzəllərin tonusu artır. Hətta əzəllərin tonusu o qədər artır ki, xəstə beli bükülmüş, bax belə zəif vəziyyətdə hərəkət edirlər. Yuxusu qaçır. Səsi zəif, həzin olur. Yəqin ki, siz qoca, yaşlı adamlar görmüsünüz də ki, yavaş, həzin səslə eləyir, əlləri də əsir və hərəkətləri də zəifdir. İlkin hərəkət daha çətin olur. İlkin hətta hərəkət eləməmişdən qabaq yerində 1-2 dəfə addım atırlar, sonra yavaş-yavaş ayaqlarını sürüyə-sürüyə qabağa aparırlar. Yəni bu əllərin əsməyi sadəcə əlamətlərdən biridir. Bəziləri elə adamlar var ki, deyir ki, mənim əlim əsir və məndə Parkinson xəstəliyi yarar. Əllərin əsməsi o demək deyil ki, hamıda Parkinson olur. İstənilən adam əsəbləşəndə əllər əsir. Hətta dilimizdə ifadə var. Elə əsəbləşmişəm ki, əlim ayağım əsir. Əlim ayağım titrəyir. Bu sadəcə əsəbləşmə ilə əlaqədar olaraq əllərdə olan idiomotor hərəkətlərdir və bu Parkinson xəstəliyi deyil. Amma Parkinson xəstəliyində bax, digər bu kimi əlamətlər də olur. Bəs miqrenin əsas səbəbi nədir? Onu ən çox hansı amillər tətikləyir? Miqren iynələri xəstəliyi tamamilə müalicə edir, yoxsa sadəcə əlamətləri azaldır? Birinci buradan başlayaq. Miqren xəstəliyi tamamilə müalicə olunur, yoxsa yox? Bəzən xəstələr deyirlər ki, həkimə getməyin nə adı var? Onsuz da miqren müalicə olunan bir şey deyil. Mən sual vermək istəyirəm. İnfarktı müalicə edə bilirik? İnsultu, şəkəri, qan təzyiqini, nəyi müalicə edə bilirik? Bizim vəzifəmiz odur ki, xəstə mümkün qədər az əziyyət çəksin və ömrü daha uzun olsun. Ona görə də belə xəstələr həkimə müraciət etməlidirlər ki, başa ən azından ağrımasın. Miqren baş ağrısı deyən sözdür. Əsasən qadınlarda olur. Miqrenin yaranma səbəbləri haqqında müxtəlif nəzəriyyələr var. Bu qan damarlarının tonusuna, serotoninin qarşılıqlı təsirindən yaranan bir haldır. Çox vaxtı irsi meyillilik olur. Yəni valide anada varsa, qızda da adətən miqren xəstəliyi olur. Periodik olaraq başının yarısında güclü ağrılar olur. Bu ağrılar ürək bulanma, qusma ilə müşayiət olunur. Müxtəlif formaları var. Auralı miqren var, aurasız miqren var. Müalicəsi barədə müalicəsi 2 istiqamətdə aparılır. 1. Miqren tutmasının qarşısını almaq üçün xüsusi dərmanlar var ki, tutma başlamazdan əvvəl tutmanın əlamətləri gələndə xəstə bu dərman alır ki, miqren tutması baş verməsin. Bir də var ki, xüsusi iynələr var ki, bəli, bu günlərin klinik cəhətdən təsdiq olunub və bu iynələri vuranda miqrenin tutmalarının qarşısını almaq və yaxud da daha az müddətli, daha yüngül keçirmək mümkündür. Beynimiz gündəlik həyatda ən çox hansı vəziyyətlərdə çətinlik çəkir? Çox aktual sualdır və bugünkü günümüzdə düşünürəm ki, bütün insanları maraqlandıran bir sualdır. Beynimiz səhərdən axşama kimi elə əziyyət çəkir. 1. Küllü miqdarda informasiya daxil olur beynimizə. Sosial şəbəkələrdən, müxtəlif ətrafdakı olan insanlardan bu informasiyaların hamısını beyin təhlil eləməlidir. Və bəzən beynin təhlili eləmək qabiliyyəti
tükənir. Mən bir söz deyim, son vaxtlar məsəl üçün insanlar daim istirahət eləməyə meyl eləyirlər. Bu gün sosial şəbəkədə o qədər yüngül və əyləncəli videolar var ki, insan bu sahədə informasiya aldığı üçün samballı məqalələr, təhlil dolu məqalələr, bir balaca uzun məqalələrə insanlar meyl eləmirlər. İnsanlar kitab oxumaq daha istəmirlər. Girirlər orada şit-şit verilişlərə, şit-şit adamlara baxırlar və bu nəslin yeni yetişən gənclərin degradasiyasına gətirir çıxarır. Çünki beynin işləmə funksiyası tamamilə başqa istiqamətdə inkişaf eləyir. Yorğunluq, sonra beynin əziyyət çəkən ikinci faktor yuxusuzluqdur. Bu gün insanlar gecə 1-ə 2-yə qədər otururlar sosial şəbəkələrdə, yatmırlar. Biz ən azı 8 saat yatmalıyıq. Yuxu orqanizm üçün o qədər vacib bir prosesdir ki, təsəvvür edin, biz sutkanın 8 saatını yuxuda keçiririk. 60 yaşlı kişi ömrünün 20 ilini yuxuda keçirirdi. Amma biz yatmırıq, 3-4 saat yatırıq. Saat 2-yə qədər sosial şəbəkədə, səhər saat 4-də, beyin 5-6-da da durub dərsə gedirsən, hazırlaşırsan. Gün orta yuxusu dincəlmək yoxdur, oradan ora qaç, oradan ora qaç və beyin əlbəttə ki, əziyyət çəkir, yorulur. Bugün insanların əksəriyyəti bilirsiniz nədən əziyyət çəkirlər? Xroniki yorğunluq sindromundan. Və ona görə də ətrafımızda bu qədər aqressiya var. Bu qədər bir-birinizlə anlamayanlar var. Bu qədər şəxsi həyatında uğursuzluğa duçar olanlar var. Beyin yorulur və doğru düzgün qərar çıxara bilmir. Rasional fikirləşə bilmir. Ümumiyyətlə mən belə bir şey oxumuşdum ki, insanın beyni qəbul elədiyi informasiyanı yuxuda olanda emal edir. Ola bilər ki, biz çoxlu informasiya qəbul edirik deyə artıq rahat yuxuda yata bilmirik. Onları emal eləmək çətin olur. Tamamilə doğrudur. Ümumiyyətlə biz aldığımız informasiyaları istəyir yuxuda ikən, istəyir oyaq ikən bizim beynimiz daim təhlil edir informasiyaları. Biz az yatanda bütün bu informasiyaları təhlil edə bilmir və yaddaş sistemi pozulur. Bu günlərin yaddaşın pozulması, oxuduğun dərs yadda qalmır. Nə? Məhz yuxunun keyfiyyətli olmaması ilə əlaqədardır. Belə, yuxunun az olması bütün beynin funksiyalarına təsir eləyir, hətta emosional vəziyyətimizə də təsir eləyir. Mən sizə maraqlı bir şey deyim. Lozanna Universitetində belə bir təcrübə aparıblar. Deməli, 180 tələbələrə əqrəblər və hörümçəklər haqqında mühazirə oxuyublar. Sonra tələbələri 3 qrupa bölüb. Bir qrupa deyiblər ki, gedin yatırsınız, istirahət edirsiniz. Bir qrupa gelir, deyirlər ki, gedirsiniz, əylənirsiniz. Diskoteka, kino, zövqünüzə uyğun olan nə varsa onu eləyirsiniz. Üçüncü qrupa deyiblər ki, internetə girirsiniz, əqrəblər və hörümçəklər haqqında əlavə informasiyalar toplayırsınız. Aradan 3 saat keçib bunları toplayıb test veriblər. Səhifəmizə 200 sualdan ibarət test tapşırığı veriblər. Ən yaxşı nəticəni bilirsiniz kimlər göstərib? Yatanlar. İnformasiya qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa keçdi. Təhlil olundu, oturdu yerində. Ən pis nəticəni bilirsiniz kimlər göstərib? İnternetə girib əqrəblər və hörümçəklər haqqında əlavə informasiya toplayanlar beyin o qədər yüklənib ki, qısa müddətli yaddaş o qədər dolub ki, artıq sistem işləmir və suallara baxanda bilmir artıq. Ona görə uşaqlar gecə saat 2-yə qədər oxumaq, nə bilim, oradan ora qaçmaq, oradan ora beynin faydalı əmsalını aşağı salır. Əgər istəyirsə oxuduğunuz yadda qalsın, gün ortalar yarım saat yatın, oxudan sonra hər 45 dəqiqədən bir durun, bir idman eləyin, rəqs eləyin. Oxuduğunuz məlumatları danışın, dostlarınıza, evdə kim varsa, anaza, ataza danışın. Danışın ki, beyin bunu əhəmiyyətli hesab edib uzun müddətli yaddaş otursun. Alzheimer xəstəliyi yalnız genetik bir taledir, yoxsa qarşısını almaq mümkündür? Maraqlı bir sualdır. Alzheimerin əsasən müxtəlif formaları var. Əsas 2 formasını deyəcəm. Bəli, irsi bir forması var. O müəyyən genlərdə olan dəyişikliklərlə əlaqədardır. Bu erkən yaşda başlayır və adətən nəticəsi arzu olunan olmur və bu irslə nəsildən nəslə keçir. Amma adətən çox vaxtı Alzheimer xəstəliyinin yaranmasını yaşla əlaqədar olur. Yaşa dolduqca neyronlar başlayırlar məhv olmağa, atrofiya olur. İstənilən nə xəstəlik olsun, vaxtında əgər üstünə düşsən, onun qarşısını almaq, ən azı inkişafını ləngitmək mümkündür. Bu gün bizim əlimizdə kifayət qədər dərman preparatları var ki, bu xəstəliyin inkişafını ləngidə bilirik. Amma insanların özlərindən də çox şey asılıdır. Baxın, biz əzələlərimizi işlətmək üçün, möhkəmlətmək üçün nə edirik? Gedirik, idman eləyirik. Elə deyilmi ki, əzələlərimiz güclü olsun. Beyni möhkəmlətmək üçün bilirsiniz nə etmək lazımdır? Beyni işlətmək lazımdır. Crossword işləmək, şahmat oyunu eləmək, o sudoku oyunlar olur ha, düşüncə tələb eləyən nəyi, hara yığım, nə yığım. Bunlar kitab oxumaq, çoxlu səyahət eləmək, olmadığın yerləri gəzmək, bütün bunlar hamısı beyni məşq elətdirən bir
məsələlərdir. Sonra idman eləmək, səhər gimnastikası, çoxlu təmiz havada gəzmək, xəbərlərlə və sairə informasiyanı bölüşmək, xarici dil öyrənmək, musiqi öyrənmək, bunlar hamısı beyni inkişaf elətdirir. Mən sizə bir söz deyim, məlum olur ki, məsələn 4 dənə xarici dil bilən adam Alzheimer xəstəliyinə tutulmur. Neyronlar arasında əlaqə o qədər möhtəşəmdir ki, bu neyronlar məhv olsa da, əlaqələrin hesabına insan uzun illər öz zehni fəaliyyətini normal saxlayır. Çox gözəl bir mövzuya toxundunuz. Sizdən əvvəlki qonaqlarımızdan biri musiqiçi idi, biri oyun prodüseri idi, biri isə yazıçı idi. Mən çox maraqlıdır bunların insan beyninə, əsas da oyunların insan beyninə necə təsiri var? Çünki bizim ölkədə oyun oynamağa boşbekarçılıq kimi baxılır. Yəni nə qədər boşbekar bir insan olmalısan ki, oyun oynayasan. Valideynlər də uşaqlarını çox istəmir oyun oynasın. Oyunun müsbət təsirləri nədir? Çünki siz vurğuladınız bayaq. Bax, oyun deyəndə bunu mən sualı dəqiqləşdirmək istəyirəm. Söhbət kart oyunundan, qumar oyunlarından gedir, yoxsa kompüter oyunlarından? Kompüter oyunları. Kompüter oyunlarından. Bax, kompüter oyunları istənilən bir şey öz qaydasında xeyirdir. Beyni inkişaf edir. Bayaq mən sudoku oyunu dedim. Düşün, strateji oyunları var. İnsan düşünür ki, mən nə edeyim, bunu qurum, bunu qurum. Bunun heç bir ziyanı yoxdur. Bu bir. Gəldik başqa bir oyunlara. O avtomat alıb adamlar öldürülürə gedir uşaqlar. Orada virtual fiqurlardır. Amma uşağın yaşadığı his real hissdir. İnsan uşaqlıqda bu oyunu oynayanda adam öldürməkdən həzz alan bir manyaka çevrilir. Artıq problemini vurmaqla, döyməklə, öldürməklə həll eləməyə çalışır. Çünki bu real his yaşayır. Çünki bu oyunlarda öyrənib ki, insanları öldürün və bundan həzz alın. Bax, bu psixologiyaya çox ciddi təsir edir. Və mən düşünürəm ki, o hardakı qan göstərirlər, ölüm var. Bu cür oyunları qadağan eləmək lazımdır. Çünki yetişən nəsil o oyunların təsiri altında qururlar, öldürürlər. Bunlarda aqressiya həddindən çox inkişaf edir. Gəldik musiqiyə. Musiqinin çox güclü beyni emosional təsiri vardır. Əgər biz filmə baxanda, tamaşa baxanda, hətta ən dramatik hadisələri belə əgər fonda musiqi müşahidə eləmirsə, o bizə təsir eləməyəcək. Musiqi bizi ağlada da bilər, sevindirə də bilər, əhval-ruhiyyəmizi aça da bilər. Bax, gedirik toya, 300 nəfər orada oturub da hamımız utana gedib kənarda bir qıraq tuturuq. Əgər ansambl keyfiyyətlidirsə, musiqi gözəldirsə, birazdan 300 nəfərin qabağına çıxıb oynamağa başlayırıq. Aydın oldu mu? Hətta musiqi, bayaq mən aqressiyada dedim, insanın aqressiyasını o dərəcədə artıra bilər ki, keçmişdə döyüşə gedənlər marşlar çalırdılar, cəngilər çalırdılar, cəngi, marş. Və bunun altında ruhlanırdılar və gedirdilər, düşmənləri öldürürdülər. Bu gün toyda bəzən dava düşür, onu da yaradan o musiqidir. Biz alkoqolun zadının üstünə qoyuruq, alkoqolluq yoxdur. Elə bir musiqilər çalır ki, və insan elə qanı qaynayır ki, vurmağa da axtarır. Siz indi toya gedəndə bir baxın, yallı gedən adamın sifətinə baxın, naz eləmə, oynayan adamın sifətinə baxın, ləzginka oynayan adamın bir sifətinə baxın. Gör, orada nə boyda aqressiya var, burada nə qədər mehribanlıq var. Və bu tipli dappa durub, yaxud da rock və s. ağır rock və s. insanda aqressiyanı artırır və gəlir, dava düşür axırda, dalaşma düşür. Musiqi seçəndə və bir də bir məsələni deyim burada, deyirsən, çox danışıram. Amma Narahat olmayın, çox maraqlı. Psixologiyada Mozart effekti adlanan bir şey var. Məlum olub ki, klassik musiqinin təsiri altında insanlar, tələbələr imtahanda daha yaxşı nəticə göstərirlər. Ona görə evdə yemək pişirirsiniz, paltar yuyursunuz, müxtəlif işlərlə məşğulsuz, fonda həmişə xoşunuza gələn, klassik, lirik, gözəl musiqilər olsun ki, sizdə həm dopamin miqdarını çoxalsın, əhval-ruhiyyənizi çoxalsın və pozitiv enerji əmələ gəlsin. Mən burada iki məqamı vurğulamaq istəyərdim. Birincisi sualım olardı ki, bəzən elə olur ki, məsəl üçün insanlar eyni musiqiyə fərqli reaksiya da verə bilir. Şən musiqiyə kədərlənə bilən insanlar var. Mənim özümdə də olur. Şən bir musiqi dinləyirəm, amma baxıram ki, bu məndə kədər yaradır. İkincisi isə başqa belə bir araşdırma oxumuşdum mən ümumiyyətlə. Əksinə klassik musiqi dinləyən insanların daha aqressiv, amma metal, rock tərzi musiqilər dinləyənlərin daha sakit xarakterdə olduğu haqqında. Sarı mətbuatdır. Belə şeylərə inanmayın.
Sensasiya yaratmaq xatirinə belə bir şey yaradıblar ki, lirik klassik musiqi aqressiv olur. Klassik musiqi Mozartın harası musiqi. Beethovenlə sən aqressiya gözləyə bilərsən. Bəs niyə onda Chopinə qulaq asıb nətə aqressiya eləmək olar? Amma bir şey vardı. Baxın. Serial qatillərin çoxusu klassik musiqi sevir. Hansı? Elə çoxusu yəni. Çikatilodan başlayaq, hansı? Onların heç bir musiqi təsiri belə yoxdur. Heç musiqi təsiri yox. İndi mən sizə bir söz deyəcəm. Mən belə deyəcəm. Baxın, siz musiqi təsiri var. Musiqidə belə bir şey var, qamma. Musiqi özü riyaziyyatdır. Bizim beynimiz müəyyən səs intervallarında olan bir ardıcıllığı qəbul edir. Buna deyirlər qarmoniya. Əgər musiqi əsəri qarmonikdirsə, harmoniya varsa, bizə sakitləşdirici və müsbət təsir edir. İndi siz evdə qamma çalanda, təsadüfən bir yarım ton diyez vurun, yaxud da bemol vurun. Qıraqdakı dizi neyiniz? Heç musiqi təsiri olmasa deyil. O dəqiqəsində reaksiya verəcək. Neyinirsən, düz çalmadın. Heç musiqi təsiri yoxdur. Hər hansı orada yadında intervallar var. Tersiya, prima, hansı qammada nətər olmalıdır, nə olmalıdır. Və bu sistemdən kənara çıxan kimi beyin bunu həyəcan siqnalı kimi qəbul edir. Və ona görə bu günlərim biz ara mahnıları deyirik və yaxud da ki, ara mahnılar deyək da, bu küçədə olan rap tipli aqressivlə, bax, orada aqressiya daha çoxdur, yoxsa Chopin-də. Gəldik, deyirsiniz ki, bəzi mahnılar sizdə nostalji hisslər yaradır. Bu, bizim beynimiz assosiasiya ilə, assosiativ işləyir. Məsələn, mən sizi görən kimi, sizi ilk dəfədir görürəm, beynim avtomatik olaraq bu vaxta kimi gördüyüm insanların içərisində sizə bənzərliyinə müqayisə edir. Mən bu adamı tanıyıram, yoxsa tanırım, assosiasiya yaradır. Əgər sizə bənzər adam mənə nə vaxtsa pislik eləyibsə, mənim sizə xoşum gəlməyəcəkdir. İlk dəfə görürəm, siz mənə heç bir şey eləməmisiniz. Əgər nə vaxtsa mənə çox yadımdan çıxıb, orta məktəbdə oxuyanda olubdur. Mənə çox yaxşılıq eləyibdi. Sizə qarşı, ondan nətər müsbət aura var, necə xoş insandır. Bu belədir. Musiqi də belədir. Əgər tutaq ki, siz ayrıldığınız sevgilinlə nə vaxtsa o da Chopin-i sevirdi. Siz ona qulaq asırdınız həmişə və bu gün Chopin çalınanda təbii ki, sizdə ağlamalinski hisslər yaranır. Aydın oldu mu? Ya başlayacağız. Bəli? Təxminə və Zaur filmindəki kimi. Bəli, ay sağ ol. Tamamilə doğrudur. Təxminə və Zaurda orada da Chopin rol gedir. Amma əsərin özündə, onların özünün əsərində mən həmişə bu mahnını təxmini orada deyir ki, qoy məni öldürsünlər, bir alagöz yar üstə. Bu mahnını, bəli, o mahnını. Və təxmini orada deyir ki, gör insanlar keçmişdə nə cür sevirdilər, belə. Və mən onu 5 mərtəbəli evin 6-cı mərtəbəsində çox həvəslə oxumuşum, hətta bir neçə dəfə oxumuşam. Hələ də o mahnı gələndə mənim yadıma o təxminə zar oxur. Kinoda o effekti verə bilməyiblər, yaxşı kino olsa da. Ümumiyyətlə, kitab həmişə kinodan qat-qat yaxşıdır. Ona görə də oxucularla tamaşa edin, kitabını oxuyun. Kitab möhtəşəmdir. Yəni, Lordu Zalim sizin üçün aydın olacaq. Mən Ukrayna kuruğundan, yanından keçəndə bəlkə avariya eləmişəm. Qıçımsınıb, avariya, xəstəxanada yatmışam. Bugün mən maşın sürəndə çalışıram, oradan getməyim. Oradan keçəndə çalışıram ki, yolumu başqa yerə salam və oradan keçəndə əvvəl deyirəm, mən burada avariya eləmişdim, mən xəstəxanada bir ay yaptım. Bu bir variant. İkinci variant deyəcəm. Mən Ukrayna kuruğunun yanında ilk məhəbbətimlə biz getdik parka, sonra oradan getdik kinoya. Mən hər dəfə oradan keçən desəm, ayda, burada mənim ilk görüşüm olubdu. Buradan olub. Aydın oldu mu? Bizim yaşadığımız hisslərə uyğun bizim assosiasiyalarımız da fərqlidir. Fikrinizi ayıra bildim? Bir məqamı soruşmaq istəyirəm. Siz bu stressdən danışdınız, aqressiyadan danışdınız. Hansı ki, oyunlarda uşaqlarda özünü büruzə verir oyunlar oynayarkən. Bundan qabaq danışdıq, biz oyun prodüserləri danışırdıq. O isə deyirdi ki, belə yanaşırdı ki, bəs həmin o şiddət, aqressiya təşkil edən oyunlar bizim uşaqların həyatda, gündəlik həyatda yaşadıqları stresi, aqressiyanı tökmələri üçün bir yerdir. Yəni, bu mənada müsbət təsir bağışlamır oyunlar. O tip oyunlar ki, stresi atmaq üçün hökmən gərək kimisə öldürəsən. Yəni, enerjini atmaqdan ötürü gərək kimisə öldürmək lazımdır, virtual. Niyə enerjini tökmək üçün daha sivil metodlar var? Məsəl üçün, stresi tökmək üçün, stresi atmaq üçün səyahət eləmək var. Gəl stres, hisslənmişəm, əsəbləşmişəm, gedək dəniz qırağında gəzək. Gəl gedək, nəsə başqa top oyunları var, nə bilim, nə oyunları var. Bilirsiniz, həqiqətən o oyunlar psixoloji təsir. Bunu təkcə mən demirəm, hətta gələcəkdə iqromaniya adlanan bir
Problem yaranır uşaqlarda bu oyunlar nəticəsində. Mənim xəstələrim var, gecə-gündüz yatmırlar, sutkanın 25 saatını. İndi bizə tamaşaçı deyəcək, sutkalar 24 saatdan ibarətdir. Onu mən bilirəm, mən ironiya ilə deyirəm. Sutkanın 25 saatını oyun oynayırlar. Oyun oynayırlar. Nə dərsə getmirlər, nə məktəbə getmirlər və keçən il Ümumdünya Səhiyyə Təşkilatı iqramaniyanı narkomaniya ilə eyni cərgəyə gətirdi qoydu. Narkomaniya və toksikomaniyanın eyni cərgəsi. Yəni bu dərəcədə beyinə təsir edir. Amma burada problem həm də oyunlarda deyil də, bu yaş kütləsi, uşaq hansı yaşdan etibarən də bu şiddətin, oyunlardakı şiddətin bizim psixologiyamızda Ümumiyyətlə şiddətdən qaçmaq lazımdır. Heç bir yaşda, heç bir fərqdə şiddət olan yerdən qaçmaq lazımdır. İnsanlara şiddət göstərmək yox, aqressiya göstərmək yox, sevgini göstərmək lazımdır. Sevgini izah eləmək lazımdır. Ümumiyyətlə mən bir şey soruşmaq istərdim. Əgər aqressiyada insanın bir parçasıdırsa, bunu bu qədər görməzdən gəlmək nə qədər düzgündür, bastırmağa çalışmaq? Aqressiya bizim orqanizmin müdafiə mexanizmidir. Bizim müdafiə mexanizmimiz iki cürdür. Var passiv müdafiə, buna deyirlər qorxu. Var aktiv müdafiə, buna deyirlər aqressiya. Aydın oldu mu? Bu anadan gəlmə tələbatdır. Bu təkcə insana yox, bütün canlılara xasdır. Adətən hər hansı bir canlı təhlükə hiss elədikdə birinci qaçmağa çalışır. Ya qaçır, ya da donub qalır. Məsələn, qadınlarda təhlükə hiss eləyən yerdə ürəyə gedir, yıxılır. Amma bu donub qalma həmin o reaksiyadır. Ya qaçır, ya donub. Qaçmağa yeri olmayanda hücuma keçir. Yəni deyirlər, pişiyi də küncə sıxsan cırmaq atacaqdır. Yəni qaçmağa yeri olmayanda aqressiya eləyir. Aydın oldu mu? Bu bütün canlılara xas olan bir keyfiyyətdir. Amma insanlarda çalışmaq lazımdır ki, insanlar güc, fiziki güc, şiddət hesabına yox, beynin, intellektin gücünə qalib gəlsinlər şərə. Sizə bir misal deyəcəm. Azərbaycan filmi var, məşhur Uzaq Sahillərdə filmi. Orada biz Mehdi Hüseynzadənin gücündən çox onun intellektinə heyran oluruq. Hətta deyirlər ki, nahaq yerə sənə başa 300 min qoymayıblar ki, hansısa kollektordan keçir bomba qoyur, nə cür situasiyalar yaradır, özünü gah Alman zabiti qoyur, çətin vəziyyətlərdən intellektin gücünə çıxır, tapancanın hesabına yox. Amma gəl baxaq Jean-Claude Van Damme, yaxud da Polad Ələmdara və s. problem oldu, şak-şak çıxardır, atır, problem şak-şak. Burada intellekt yoxdur və intellekti aşılamaq lazımdır. Və intellektual insan, oxuyan insan aqressiyadan həmişə qaçır. Baxın, balaca uşaqlar olur. 2-3 yaşında. Balaca bir oyuncaqdan ötürü bir-birini qırırlar. Sakitləşdirmək mümkün deyil. Yaşad olurlar. Toyda kimlər dava salır? Heç görmürsünüz, aspirantlar, elmlər doktoru, oxumuş ziyalı insanlar toyda oynamaq üstündə dalaşsınlar. Elə bilirsiniz, onlar əsəbləşmirlər. Toyda musiqisi yarımçıq kəsiləndə. Onlar əsəbləşirlər, amma deyirlər, xalqın toyunda mən niyə dava salım, gedib otururlar. Yaşlı insanlar, qocalar, müdrik insanlar nadir hallarda dalaşırlar. Bax, onlar elə bilsən, onlarda aqressiya yoxdur. Aqressiyanı boğurlar, saxlayırlar. Mən sizindən ötürü bir misal deyəcəm, sizə lap aydın olsun. Bizim var şuurumuz, bir də şuurun altında olan hisslərimiz. Şuur həmişə hissləri boğur, tormozluyur. Mən gəlmişəm sizə, bura, ürəyim bişir, orada da qəşəng şokoladlar, zatlar var. Deyirəm, bir dənə kofe verən olsaydı içərdim. İşte kit eləmirlər. Amma utanıram deməyə ki, zəhmət olmasa bir dənə kofe verin. Hisslərim var. Amma mən başqa heç olsam, nə var yeməyə, düşəcəm qazana və s. Yəni, şuur hissləri cilovlayır. Ağıllı adam, biz o adama deyirik ki, bunu bacarır. O adamdakı hisslər ağlının üzərində hakimdir. Bu artıq tupuydu. Oxumağından, təhsilindən və s. asılı olmayaraq insan var. Riyaziyyatdan düsturları əzbərləyibdir, alimdir, amma özünü apara bilmir. Hissləri ağlın üzərində hakimdir. Adam var, oxumayıdır, kənddə yaşayır, el ağsaqqaldır, amma müdrikdir. Çünki ağlı hisslərini idarə eləməyi bacarır. Aqressiya bir hissdir. Aqressiyanı idarə eləməyi bacarmaq ağıl istəyir, şuur istəyir. Bəs bütün hisslərmi belə pisdir? Yəni heç mi hisslərimizin şuurun üstünə keçməyinə ehtiyac olmur? Baxır harda və necə, nə vaxtda. Bütün hissdə, heç bir hiss pis deyil. Aqressiya da pis hiss deyil. Yenə deyirəm, bədən üçün, orqanizm üçün vacib olan cavab reaksiyasıdır. Hər bir şeyin öz qaydası, öz dozası var. Bizim tibbin emblemi var, qədəhə sarılmış ilan. Mənası odur ki, ilan zəhəri də dərmandır, amma öz dozasında, öz qədərində. Hətta sevgi belə dozasından çox olanda insanları qıcıqlandırır artıq. Səhər axşam mən səni sevirəm, mən səni sevirəm, mən səni sevirəm yazırsan artıq qıcıqlandırır.
Yəni hər bir şeyin öz dozasında gözəldir. Bütün hisslər. Xatirələrimizi beynimiz ən çox nə ilə yaxşı yadda saxlayır? Ətir, musiqi, bunu toplamaq istəyirəm. Bir dənə toplayım. Yəni insanın duyğu vasitələrindən hansı daha çox xatirələri? Fərqi yoxdur. Adətən deyirlər ətir daha çox yadda qalır ən çox. Yox. Hər bir hiss, hətta səs belə bizim yadımızda qala bilər. Uşaqlıqda sevdiyimiz qızın səsini gələndə bizə təsir eləyə bilər. Ona oxşayan bir obraz görəndə bizə təsir eləyə bilər. Uşaqlıqda dalaşdığımız oğlan sifəti bizi itələyicikdir. Yəni bizim gördüyümüz hər bir şey əgər emosional yük daşıyırsa, bu bizim xatirimizdə qalacaq. Emosional yük daşımırsa yadımdan çıxacaqdır. Bəs səhərdə siz işə gəlmisiniz. Sizin avtobusda ən qədər insanlarla rastlaşmısınız. Sabahlan görsəniz yadınızda qalmayacaq. Çünki heç bir emosional yük daşımır. Amma o avtobusda 2 nəfər dalaşsaydı, o sizin yadınızda qalacaqdı o sifət. Çünki neqativ emosiya daşıyır. Və yaxud da kimsə sizə tutaq ki, iltifat eləsəydi və yaxud da sizin gözlədiyiniz bir hədiyyəni versəydi, yenə də yadınızda qalacaqdı. Yəni müsbət və mənfi emosional yük daşıyan bütün hadisələr bizim yaddaşımızda qalır və gələcək bizim davranışlarımızı müəyyən eləyir. Və bizim davranışlarımız məhz ondan asılıdır. Bayaqdan aqressiyadan danışırıq. Uşağı qoyular idmana, döyüş növlərinə, vurdu, atası deyir, əcəb elədin, qabağa çıxanı vur, medal aldı, nə bilim nə aldı. Artıq bunda bu şəkildə bir davranış forması əmələ gəlir və problemləri məhz qol gücün hesabına həll etməyə çalışır. Hər bir şey, bütün duyğu üzləri. Epilepsiya xəstəsi evlənə bilər? Əlbəttə evlənə bilər. Niyə də evlənməsin? Epilepsiya xəstəsi evlənə də bilər. Hətta çox vaxtı bizim rast gəldiyimiz bir şeylərdir. Epilepsiya xəstə xanım ailə qurur, hamilə qalır və dərmanları kəsir ki, birdən uşağa ziyan ola bilər. Və bu olduqca səhv addımdır, yanlış addımdır. Sizin efirdən istifadə etmək istəyirəm. Epileptik tutmaq, epilepsiya xəstəsi ol, qadın hamilə qalıbsa və dərmanları kəssə, hər tutma dölə ziyandır. Hər tutma zamanı hətta uşaq ölə də bilər. Çünki əzəllər qıc olur. Əzəllər o dərəcədə qıc olur ki, vaxtından qabaq abort ola bilər və yaxud da ki, uşaq tələf ola bilər. Ona görə də mütləq dərmanlarını qəbul etməlidir. Amma necə? Ginekoloqun və nevroloqun nəzarəti altında. Bəli, elə epileptik dərmanlar var ki, beynin inkişafını ləngidir. Xəstələr, bəzən analar bundan qorxurlar. Bu zaman antiepileptik dərmanların uşağa ziyan vurmayan növləri var. Ona keçmək lazımdır. Və yaxud da ki, antiepileptik dərmanlarla yanaşı fol turşusu adlanan bir preparat var, vitamin var. Onu da qəbul edəndə artıq beyində problemlər yaramır. Amma dərmanları kəsmək çox böyük yanlış addımdır. Nevroloq və ginekoloqun nəzarəti altında müalicəsini və doğuşunu başa çatdırmalıdır. Botoks prosedurunun nevroloji baxımdan hər hansı təhlükəsi var? Botoks prosedurası bu günləri əslində o nevroloqlar tapıblar. Nevroloq bu gün kosmetikada istifadə olunur. Botoks nə olan şeydir? Elektrik impulsu gəlir bu əzəliyə və mənim bu əzələm yığılır. Elektrik impulsunun sinirdən əzəliyə keçməsini ləngidir, qarşısını alır. Bəzən elə xəstələr var ki, əzəlilərdə həddindən çox rigidlik çoxdur, tonus həddindən çox yüksəlir. Yaxud da hemispazm deyirlər. Yəqin görmürsünüz, göz vura-vura durur belə şeylər. Çünki elektrik impulsu bu əzəliyə gəlir, başlayır göz vurur. Və bu zaman botoks preparatını işlədəndə artıq bu sistem dayanır. Çünki əzəliyə elektrik siqnalı gəlmir. Və yaxud da spastik o qədər güclü ki, xəstə gəzə bilmir. Əzəliyə botoksu vurursan, yumuşaldı, xəstə gəzməyə başlayır. Belə halda botoksun əlbəttə ki, xeyri var. Amma bunu mütəxəssis eləməlidir. Botoksun dozası həddindən çox olsa, bəzən göz qapaqları düşür aşağı, xəstədə udma prosesi pozulur, danışığı nitqi pozulur. Düzdür, bu müvəqqəti hal daşıyır, sonradan keçib gedir. Amma hər halda müəyyən müddət insan əziyyət çəkir. Yəni, bunu peşəkara və bu işin mütəxəssisini elətdirmək lazımdır. Mən daha hər adam gəlir, durur, alnını qırışlarını götürmək üçün botoks eləyirəm və bu əslində ziyanlı bir şeydir. Botoks, Clostridium botulinum adlanan bir bakteriyanın zəhəridir. Bilirsiniz, botoks nədir? Yəqin ki, siz də eşitmişsiniz, pomidoru bağlayırlar, lobyanı bağlayırlar qış üçün. Anaerob şəraitdə həmin botulo mikroblar yetişir, sonra açırlar yeyəndə bütün ailə məhv oldu. Bütün ailə. Botulotoksin hesabına məhv olur, tənəffüsü dayandığı üçün. Ona görə də bu zəhərdir. Amma buna görə də bunu lazım olan varsa eləmək lazımdır.
Yeri gəlmişkən estetik əməliyyat elətdirənlər, bizdə empatiya adlanan bir şey var, empatiya. Yəni qarşımdakını dərdinə şərik olmaq var. Nəfər olur, niyə şərik oluram? Siz ağrı çəkəndə sizin üzünüzdə olan mimika əzəllər müəyyən ifadə alır. Məndə aynə neyronlar var. Mənim üzümdə həmin o ifadəni aldığı üçün mən sizin halınıza acıyıram. Amma əgər məndə botoks varsa, məndə əzələ iflici var. Sinir impulsu, mən üzün o ifadəni almır. Və belə adamlarda empatiya düşür aşağı. İnsanların halına yanmaq hissləri olmur. Beynim kiçilib ifadəsi nə deməkdir və həqiqətən belə bir şey varsa, müalicə etmək mümkündür? Beynin kiçilməsi, yəqin ki, beynin atrofiyasını nəzərdə tutursunuz. Yaşa dolduqca neyronlar məhv olurlar, beyin qırışları hamarlaşır, beynin içində müəyyən sahələr var, boşluqlar var, o boşluqlar genişlənir və bu zaman beynin atrofiyası adlanan bir hal əmələ gəlir. Bayaq biz çəkdik adını Parkinson xəstəliyi zamanı, Alzheimer xəstəliyi zamanı, demanslar, qocalıq, ağıl zəifliyi və s. zamanı məhz bu atrofiya olur. Yaddaş pozulur, yuxusu pozulur və hansı nahiyədə atrofiya varsa ona uyğun olaraq da əlamətlər əmələ gəlir. Bunun qarşısını almaq üçün yeganə bir şey, beyni məşq elətdirmək, oxumaq, öyrənmək, gəzmək, yuxu rejiminə riayət eləmək, zərərli vərdişlərdən uzaq qaçmaq, hərəkət eləmək, beyni işlətmək lazım. Hər gün kabus görürəm. Hətta bəzən qarabasmalar da olur. Dəli olmağa doğru getmirəm ki. Belə deyək, tibbdə dəli adlanan bir termin yoxdur. Əslinə qalmış olsa, bizim hər birimizin hansısa psixoloji problemi var. Mən hətta deyirəm ki, psixoloji problemi olmayan insan yoxdur. Müayinə olunmayan insan var. Müayinə olunsa, hamımızda nəsə var. Ona görə dəli terminini qoyduq kənara. Yuxuda hər gün kabus görür, qarabasmalar olur. Qarabasma nədir? Olmayan bir şeyi görmək. Bunun əsəbləri deməli gərgindir və yuxuda olursa deməli bu əsəbləri gərgindir. Problemlər var. Beyin daim yuxuda ikən düşünür və emosional balans həddindən çox yüksək səviyyədədir. Simpatik sinir sisteminin aktivliyi yüksəkdir, tonusu yüksəkdir. Bu zaman yuxu kabusu görə bilər, qarabasmalar da görə bilər və bunu narahat eləyəcək səviyyədə ola bilər. Hətta bəzən yuxu iflici olur. Xəstə yuxudan ayılır, tərpənə bilmir, tərpənə bilmir. Çox maraqlı bir haldır. Son bir sualım olacaq sizə. Sevgi həqiqətən beyinlə heç bir əlaqəsi olmayan duyğudur? Beyinlə, sevgi ilə beyinlə əlaqəli bir duyğudur. Sevginin ürəklə heç bir əlaqəsi yoxdur. Sevgi sırf beyində gedən biokimyəvi reaksiyalarla bağlıdır. Əgər mən sizi görəndə mənim beyimdə oksitosin adlanan maddə yaranırsa, mən sizi sevirəm. Mən rayona gedəndə mənim beyimdə oksitosin yaranırsa, mən rayona getməyi sevirəm. Yaranmırsa sevmirəm. Mənim sizi sevməyim məndən asılı deyil, mənim beyində yaranan oksitosin adlanan maddədən asılıdır. Bütün proseslər, bütün davranışlarımız, hisslərimiz hamısı beyində yaranır. Beyin idarə eləyir. Hətta biz öz beynimizin mücəssiməsiyik. Beyin mənə hansı əmr verirsə, mən onu yerinə yetirirəm. Ondan kənara çıxmaq, buna iradəm yoxdur. Azad iradə zat deyirlər belə. Yoxdur. Beyin mənə. Sevgi də belədir. Sevgi də məndən asılı olmadan sevirəm mən kimisə. Bəs niyə ürəklə deyirlər? Bizdə avtonom sinir sistemi var. Avtonom sinir sistemi bizim daxili orqanlarımızı idarə eləyir və daxili orqanlarımızın idarəsinə şuurumuzun müdaxilə eləmək şansı yoxdur, imkanı yoxdur. Mən istəyəndə ürək döyünməmi artırıb azalda bilmirəm. Mən istəyəndə qan təzyiqimi artırıb azalda bilmirəm. Mən istəyəndə təzyiqimi artırıb azalda bilmirəm. Mən istəyəndə ürək döyünməmi artırıb azalda. Bu məndən asılı deyil, bu avtonom sinir sistemidir. Sevəndə, təkcə sevəndə yox, hisslənəndə, əsəbləşəndə, darıxanda, müəyyən həmin emosional sferaya təsir edən mediatorlar var. Bunlar serotonindir, dopamindir, noradrenalindir. Bunlar mənim avtonom sinir sisteminin simpatik şöbəsinin fəaliyyətini aktivləşdirir. Ona görə başlayır mənə ürəyim döyünməyə. Mən elə bilirəm ki, ürəyimdir bu şeylər eləyən, amma əslində beyindir. Və mən sizə bir söz deyim, məsələn, keçmişdə qədim Misirdə ürəyi çəkirdilər. Əgər ürək balacadırsa, deməli bu çox saf adamdır, çox ruhu möhtəşəm bir adamdır. Aristotel hətta deyirdi ki, bu fikir hardan əmələ gəldi, onu demək istəyirəm. Aristotel deyir ki, bütün fikirlər, hər bir şey ürəkdən əmələ gəlir. Beynin vəzifəsi sadəcə qanı soyutmaqdan ibarət, radiator funksiyasını daşıyır. Və ona görə bütün xalqlara və bütün dillərə yazıldı ürəkdə düşünmək, ürəkdə ay neyron var, ürək belə oldu. Ürək sadəcə simpatik sinir sisteminin fəaliyyəti altında işləyən bir pompadır, nasosdur.
Nasosdur. Biz hətta canı dildən iş görəndə yox, bunu ürəkdən elədi. Ürəyimə damdı. Nə bilim, ürəkdən sevir. Belə şeydir. Bu sadəcə olaraq fəlsəfi bir baxışdır. Bütün proseslər beyində gedir. Çox sağ olun Qalib həkim bu maraqlı sağ olun. söhbət üçün. Mən də sizə təşəkkür edirəm. Tamaşaçılarımıza da sağlamlıq arzulayıram. Sağlam olun. Teşekkürler.